Bir taksi sürücüsündən soruşurlar ki, dünyada ən rahat iş nədir? Deyir, mənim işim. Çünki istədiyim vaxt işə gedirəm, istədiyim vaxt getmirəm. Bəzən heç 5 gün getmirəm. Maşın əlimin altındadır. İstədiyim yerə sürüb gedirəm. Hansı musiqini istəsəm dinləyirəm. Bəzən gündüzlər yatır, gecələr işləyirəm. Özüm özümün müdiriyəm, özüm özümün ağasıyam. Bu taksi sürücüsü bir neçə gün sonra həmin şəxslə görüşür. Deyir, bilirsən, əslində dünyanın ən pis işi də elə mənim işimdir. Niyəsini soruşa bilərsən. 2 gün işləməsən, az qalacaqsan. Maşının xərcləri, cərimələr, qışın soyuğu, yayın istisi, sərnişinlərin çətin xasiyyəti. Ona görə də deyirəm ki, ən çətin iş elə mənim işimdir. Əziz dostlar, həyat da belədir. Elə də baxa bilərsən, belə də. Həyata baxış bucağımızı düzəltmədiyimiz müddətcə, həyat öz-özlüyünə qaydasına düşməyəcək. Müsbət rakursdan baxsaq müsbət, mənfi rakursdan baxsaq mənfi cəhətlərini görəcəyik. Gəlin həyata müsbət rakursdan baxaq.